Ateizm elmi yox, psixologiyadır. Bunu deyə bilərik. Mən hətta çox böyük hərflərlə deyərəm. Bu insan təbiəti və ya insan xarakteri deyəndə tam olaraq başa düşməli olduğumuz şey nədir? Bu 5 sualı özümüzə verin bir dənə. Ən zəif cəhətim xarakterimin. Yaradana inam proqramıdır. Aha. Bu təbii proqramdır. Yəni bunu inkar etmək qeyri-mümkün. Bu həmin o ateistləri səmimanə şəkildə təbiətlərindən yaxınlaşıb həqiqəti çatdırmaq mümkündür ki, özümüzü tanımaqdan qorxmayın. Yəni əzilməkdən qorxmayın, tanımaqdan qorxmayın. Xoş gördük dostlar, əslində olan layihəsi ilə yenidən qarşınızdayıq və bugünkü qonağımız xarakter koçu Fərid Seyfullayevdir. Fərid bəy, xoş gəlmisiniz. Sağ olun, xoş gördük. Mən təşəkkür edirəm sizə bizim dəvətimizi qəbul eləyib bu layihəyə qoşuldunuz və inanıram ki, maraqlı mövzu olacaq. Və biraz çəkilişdən əvvəl söhbət elədik. Həqiqətən mənim üçün çox maraqlı oldu. Mən inanıram ki, dostlarımız üçün də, bizi izləyən şəxslər üçün də maraqlı olacaq bu. Mən istəyirəm mövzunu çox uzatmadan birbaşa giriş eləyək. Biz burada xarakterdən, insan təbiəti ki deyirik, insan xarakteri ki deyirik. Bu insan təbiəti və ya insan xarakteri deyəndə tam olaraq başa düşməli olduğumuz şey nədir? Ümumi götürsək, hər bir sistemdə, hər bir mövcudatda fərq yoxdur da. Yəni texnika, qeyri-texnika, hər bir şeydə bir sistem var. Görürük ki, hər bir şey bir alqoritmlə işləyir, bir sistemlə işləyir. Və buradan da insana gəlsə, mütləq düşünməliyik ki, yəni hər bir şey, dünyada yaradılan hər bir şey sistemlə, alqoritmlə işləyirsə, insanın da bir alqoritmi olmalıdır. Və bu ilə bağlı da tarix boyu müxtəlif yanaşmalar olub ki, yəni insanın alqoritmi, bu xarakterdə düşünürəm elə bunun göstəricisidir ki, yəni insanın bir sistemi var. Doğuşdan bir sistemi var və xarakterdə budur. Yəni həmin insan necə düşünür, necə məlumat alır, dünyaya necə yanaşır, enerjisini necə paylayır. Bu kimi xüsusiyyətləri birləşdirib insanın sözü ki, bu doğuşdandır da. Bunları cəmləyib deyirik ki, insan doğuşdan bir sistemi var, bir xarakteri var. Bir kodlaşdırması deyək də, bir növ belə kompüter kimi, telefon kimi eynən də bu cür bir insandır. Bəli, amma məsələn mən xarakter koçu olaraq mən istifadə edirəm Jung fəlsəfəsindən və onun xarakter tipləri yanaşmasından. Burada kodlaşdırma çox qəşəng nümunə oldu, gözəl nümunə oldu, amma burada bir dənə nöqtəni mütləq yadda saxlamalıyıq. Çünki iradlar da məhz bu ilə bağlı olur ki, necə oldu da mən kodlaşdırdımsa niyə yaşayıram? Amma bu kodlaşdırma dünyada misli bərabəri olmayan bir kodlaşdırmadır. Necə kodlaşdırma? Bir müddətlidir. Bir müddətli bu kodlaşdırma işləyir, alqoritm işləyir. Ondan sonra artıq sənə bir sərbəstlik verilir. Və bu kodlaşdırmadan çıxıb istənilən bir şeyə, istənilən bir yerə, istənilən bir xüsusiyyətə, xarakterə sahib ola bilirsən. Amma bəli, amma bu kodlaşdırma mütləq bir yerə qədər işləməlidir. Bir müddət, bir yaş bəli. Çünki təxminən neçə yaş dövrüdür bu? Bu çox fərqlidir, insanlardan çox fərqlidir. Yəni insanlarda çox fərqlidir. Bu da nəyə bağlıdır? Məsələn, mühit amillərinə çox bağlıdır. Mühit bizim bu kodlaşmanı nə qədər dəstəkləyəcək, nə qədər əks çıxacaq. Yəni böyüdüyümüz mühit, yaşadığımız. Bəli, yaşadığımız, böyüdüyümüz, oxuduğumuz, yəni bütün bunlar mühit amilləri təsir göstərir. Bununla uyğun artıq orada bilinir ki, bəzən çox kiçik yaşlarda da belə artıq kodlaşma tam işləyir və bir xoşbəxtlik yaranır və başlayır genişlənməyə. Bəzən olur ki, 30, 40 və 50, bəzən də ümumiyyətlə. Ya onda belə deyim də, mən belə başa düşdüm. Bir yaş dövründən sonra bir rola mı giririk onda öz xarakterimizdən bağlı, yoxsa o deyilsə mühit imkan verdiyi qədər bir növ rola giririk, yoxsa xarakteri dəyişəndə, yoxsa necə baş verir bu məsələ? Xarakter dəyişilmir qətiyyən. Dəyişilmir. Bəli, dəyişilməsi qeyri-mümkündür. Yəni bir növ ana sistemdir də. Yəni bu həmişə qalır. Bəli. Hər zaman. Bəli. Çünki yəni təsəvvür bir kompüterin bir ana sistemin dəyişsə, tamam dəyişdi də artıq o da Windows deyil yəni, iOS deyil yəni, başqa bir sistemdir də. Eyni şəkildə də insan yəni dəyişmir, amma çox sadə bir yanaşma ki, yəni bir dənə uşaq o kodlaşma ilə bir mühitdədir, empatiyası yüksək olan, səmimiyyəti sevən və dünyaya sevgi verən bir tipdir, bir kodlaşdırmadadır. Elə bir mühitdədir ki,
mühit onun kodlaşmasından istifadə edir. Aa. Xarakterindən istifadə edir. Bəli. O sevgi verir, ona xəyanət edirlər. Sevgi verir, xəyanət edirlər. Artıq bir müddətdən sonra siz dediyiniz məsələ baş verir ki, şuuraltı deyir, yox, mən yaşamalıyam, Rola sağ girərdim. qalmalıyam mütləq şəkildə. Bəli. Və onun üçün bir başqa bir alqoritm, application deyək buna. Yəni, sistemi dəyişmədən bir proqram yazır ki, tamam, müvəqqəti bu işləsin ki, oradan sağ çıxa bilsin. Cəmiyyətlə birinə yola getməyə Bəli. çalışır. Bu çox üzr istəyirəm. Bəli. Bu Sigmund Freudun da dediyi id, ego, super ego bununla əlaqəli bir şeydir. Yoxsa təxmini yadıma gəldi o məsələdə. O super egoda da mən bilən belə bir şey var da ki, cəmiyyətlə yola getmək, bir növ rola girmək. Yoxsa mən yanlış bilirəm onu. O nöqtələr də tam əlaqələndirmək olar. Sadəcə ziddiyyətlər var. Məsələn, ruhani tərəflərlə məxsusən ziddiyyətlər var. Təbii. Zaten Sigmund Freudla Carl Jung'un toqquşması elə burdaydı. Ruhaniyyətdə. Bəli, ruhaniyyətdə. Məsələn, çox maraqlı məqamda bunu vurğulamaq istəyirəm. Məsələn, Carl Jung ki, bu fəlsəfəni gətirdi, bu yanaşmanı gətirdi. Onun hədəfi o idi ki, o qərb dünyasına ruhaniyyət vermək istəyirdi. Yəni mənəviyyat aşılanmaq istəyirdi və bu möhtəşəmliyi üzə çıxartdı. Yəni bu xarakter, bu alqoritm üzə çıxartdı. Belə. Maraqlıdır. Burada insan təbiəti ki deyirik, bu bir növ alqoritm, kodlaşdırma, insan təbiəti dediyimiz şey. Bunu müəyyən eləməyin meyarları, yolları nədir? Məsələn, bir insanın xarakterinin necə olduğunun, təbiətinin necə olduğunun müəyyən eləməyin yolu nədir? Bir insan özü bunu özündə müəyyən eləyə bilərmi? Bəli. Yoxsa ancaq mütəxəssis mi lazımdır? Özü eləyə bilərsə hansı metodla eləyə bilər? Mütəxəssis bunu bilirsə, o meyarlar nədir ki, məsələn bu insan xarakteri budur? Bu necə müəyyən edilir? Möhtəşəm sual, təşəkkürlər. Burada bir nöqtəyə baxaq. Yəni biz uşaq vaxtı ki deyirik bu alqoritm işləyir, bu kodlaşma işləyir, xarakter təbiətimiz işləyir. Biz orada özünü tanıma, özünü dərk nöqtəsində olmuruq. Yəni onun dalıyca olmur ki, özümüzü dərk eləyək. Artıq biz özünü dərk prosesi başlayanda artıq dəyişilmiş oluruq. Yəni o maskanı geymiş oluruq deyəndə. O maskada özümüzünkü kimi davranırıq. Bu bizik. Onun üçün biz baxanda, məsələn, mən bunun sübutu üçün həmişə təlimlərdə, konsultasiyalarda bunu verirəm. Bu 5 sualı özünüzə verin bir dənə. Ən zəif cəhətim xarakterimin. Xarakterimin güclü cəhəti nə stres verir, nə motivasiya verir və qorxu amilləri. 5 sualın hərəsində 5 dənə nümunə gətirin. Gətirirlər 25 dənə. 25 dənədən 3-ü, 4-ü təbiətlərinə aid olur. 20-si onlara aid deyil. Bu artıq maskalanmış. Onlar da özlərinin həqiqəti bilirlər. Ona görə də bu prosesdə, məsələn, dünyada yanaşmalar var, testlər. Müxtəlif testlər var, xarakter testləri var ki, deyir bunu et və xarakter müəyyən elə, amma bu yanlışdır. Niyə görə? Çünki biz orada maskalarımızdan, həminki andakı durumumuzdan cavab veririk. Ona görə də nəticələr yanlışdır. Həqiqi özümüzdən vermirik onu. Ona görə də fərdi konsultasiya çox önəmlidir burada. Məsələn, təsəvvür ki, mən fərdi konsultasiyalar danışanda o qədər müqavimət yaranır. Yox, mən belə deyiləm. Deyirəm, tamam, elə deyilsən, bəs bunu niyə eləyirsən? Bu düşüncə hardan gəlir? Bəs deyilsənsə, bəs bu yanaşma, bu hisslər nəyin göstəricisidir? Artıq orada bir növ işıq yanır ki, bu yox, həqiqətən də mən deyiləm. Ona görə də burada fərdi yanaşma, fərdi konsultasiya, fərdi ünsiyyət çox önəmlidir. Yəni həqiqəti çıxartmaq üçünsə. Yəni o xarakteri tam müəyyənləmək üçün. Bəli. Siz danışdınız, mən maraqlı gəldi. Heç yanıldığınız adam olub? Məsələn ki, demisiniz bu xarakteri bu dama yanılmısınız. Bu nöqtədə çox rahatam. Niyə görə? Olmayıb heç. Necədir məsələ? Məsələn, bu nöqtədə bunu niyə yaxşı bacarıram? Çünki bu mənim təbiətimdir. Mən mühitdə olan hissləri belə deyək, qəbullanmaq və analiz etmək faizim 90-95%-dir. Mənim ətrafımda olan insanların hisslərini anlaya bilirəm. Bu mənim təbiətimdir. Qeyri-adi bir şey deyil. Və məsələn bu sizdə də var, sizin təbiətinizdə də var. Siz insanları çox yaxşı anlayırsınız. Yəni bilirsiniz ki, bu yaxşı insandır, pis insandır. Bu xarakteri necədir? Amma bizim təbiətimizdə bir dənə də fərq var ki, sizdə şübhə var. Siz həmin an peçatı vura bilmirsiniz ki, bu mənəm yox, bu həqiqətən elədir və çünki siz mənəviyyat təbiətlisiniz. Bu dünyaya dəyişim üçün gəlmisiniz deyənə. Ona görə də şuuraltınız sizi saxlayır etiketləməkdən. Ki, yox, tələsmə, bəlkə elə deyil, ön yargılı olma. Amma məndə sistem sırf bunun üçündür deyənə, mənim missiyam budur. Mənim missiyam dəyişimdir. Ona görə birbaşa rahat etiketləyə bilirəm.
və əminəm. Amma bir şey bütün təsbitlər %100 doğru çıxır. Amma bilmədiyim halda deyirəm ki, bilmirəm. Belə əgər əmin deyiləmsə, görürəm ki, yəni əmin deyiləmsə deyirəm biraz danışmalıyıq. Amma əksər hallarda şəkildən belə və yaxud da birbaşa qısa ünsiyyətdən sonra dəqiq deyilmək olur. Bəli. Bir dənə qısa bir şey soruşum da maraqlı gəldi. Bax, xarakter koçusunuz da siz. Siz öz xarakterinizi birinci aşkar eləyəndən sonra mı bu peşəyə yönəldiniz, yoxsa peşəyə yönələndən sonra tam öz xarakterinizi aşkar elədiniz? Bu da mənim üçün çox maraqlıdır orada. Möhtəşəm. Bir qısa bir təsvir eləsəm, məsələn 25 yaşa qədər heç bir fəaliyyətim olmayıb. Yəni sadəcə PlayStation, bilyard, çayxana, bir sumqayıt uşağı olaraq. Standart Azərbaycanda ya. Bəli. Və 25 yaşda bir nəfərin vasitəsilə məndə özgüvən yarandı ki, sən bacarıqlısan. Və başladım elmi fəaliyyətə. Mən özüm fəlsəfə doktoruyam. Bəli. Və başladım elmi fəaliyyətə və başladım dünyaya açılmağa. Məsələn 17 dövlətdə olmuşam. Avropa, Asiya, Afrika, Amerika, təqaüdlər və bu prosesdə inkişaf etdikcə dünyaya açıldıqca görürəm ki, hər şeyim var. Hər şey möhtəşəmdir. Uğur, səyahətlər, konfranslar, kurslar, amma nəsə çatışmır. Və pik nöqtə 33 yaşında oldu. Amerikadan doktorluq təqaüdü qazanmışdım və getmək ərəfəsində idim və bir dənə nöqtədə bir növ işıq yandı ki, bu sənin işin deyil. Sən dünyaya başqa bir şey üçün gəlmisən. Yəni əvvəl tam başqa sahədənizdə. Biologiya edirsən. Sahə mən coğrafiyanı bitirmişəm, bakalavr, magistr. Sonra biologiya üzrə müdafiə eləmişəm. Biologiya üzrə fəlsəfə doktoruyam. Amma son yarısı 7 ildir, 8 ildir bu sahədəyəm. Təlim və xarakterlə məşğulam. Bəli. Yəni ona görə proses bu cür baş verir ki, artıq yəni cəhdlər, hərəkətlilik və bir nöqtədə də bir oyanma ki, nəsə qaydasında deyil. Nəsə də bura gətirdi bizi. Çox maraqlıdır. Bir şey bu xarakterdən ki danışırıq biz ki, bu xarakter bizim kimliyimizi müəyyənləyir də bizim həyatdakı seçimlərimizə. İndi əsas mövzumuz bu gün bizim inanc məsələsidir. Ona hələ indi gəlmirəm. Bunu qoyaq kənara inanc. Çünki buna daha geniş vaxt ayıracağıq. Çünki əsas məsələ budur. Ümumiyyətlə bu xarakter məsələsi bizim həyatdakı seçimlərimiz, məsələn təhsil seçimi, misal üçün həyat yoldaşı seçimi, dost seçimi, bunlara nə qədər təsir buraxır xarakterimiz? Möhtəşəm. Burada həmişə sizin bir neçə podkasta baxmışam, orada gözəl vurğulayırsınız. Ümumiyyətlə ya din olsun, ya ümumiyyətlə həqiqət özü bir kompas adlandırırsa həqiqəti, mən də xəritə adlandırıram. Həqiqəti xəritə adlandırıram və xarakter də bizim xəritədir. Və bütün seçimləri də o təbiətimizdən gəlməlidir. Yəni hamısını burada. Amma neqativ tərəf, yaxud da qarışan tərəf nədədir? Bizim mühit, bizim xəritəmizin üstünə başqa-başqa rəsmlər çəkir. Başqa-başqa obyektlər qoyur. Başqa-başqa rənglərlə cızırdı yəni. Biz artıq xəritəmizə baxanda başqa bir şeylər görürük. Çaşbaşı oluruq. Bəli. Ona görə də əksər insanlar 25, 20, 18, 30 yaşında o seçimlər eləyirlər, həqiqi seçimləri deyil. Təbiətimiz bəli, əgər biz təbiətimizdə olsaq, etdiyimiz seçimlər hamısı möhtəşəmdir. Niyə? Çünki o xəritədən gəlir. Amma biz ki təbiətimizdə deyilik, həmin o seçimlər də bu təbiəti əks elətdirmir. Təbiəti əks elətdirmədiyi üçün bizi başqa yerə aparır. O çox ciddi problemdir. Bir mənalı şəkildə. Bunu ən çox harda müşahidə etmişəm. Bu problem mən özümdə də baş verib. Məsələn biz ki Azərbaycanda sistem budur da 11-ci sinifi bitirdin 17 yaşında artıq qərar verməlisən ki, hansı ixtisas üzrə artıq bir təhsil alasan və bu ixtisas üzrə mütəxəssisləşməlisən. Və Azərbaycanda mən baxıram ki, böyük əksəriyyət çox yanlış qərarlar verir. Məsələn mən bitirmişəm dünya iqtisadiyyatını. Mən ali təhsilliyim, dünya iqtisadiyyatı, iqtisadiyyat və idarəetmə ilə bağlıdır. Amma mən bu gün baxıram ki, mən iqtisadiyyatla o qədər ayrı-ayrı dünyalarda insanam ki, məsələn mənim marağım daha çox fəlsəfədir. Yəni daha çox da belə məni öz içinə alan fəlsəfə sahəsidir. Məsələn bu problem ki var, 17 yaşında qərar vermə ixtisas. Mən düşünürəm bu podkast bir növ buna da bir şey olar da, bir elə dediyiniz kimi xəritə, bir kompas olar ki, bu çox ciddi problemdir həqiqətən. Bu uşaqlar ki 17 yaşında qərar verirlər. Bunu necə düzəltmək olar? Məsələn doğru qərar versinlər. Bunun bir yolu var. Bunu öz övladımın üzərindən deyə bilərəm. Mən qızımın 7 yaş olanda, 6 yaşı, oğlum da 7 yaşında artıq xarakteri müəyyən eləmişdim. Davranışlarından.
və ünsiyyətlərindən, enerjilərindən müəyyən etdiyim üçün artıq oradan rahat yönəltmişəm. Məsələn, mənim oğlum, övladım məntiq tipidir və bu mühit üçün çox çətin tipdir. Biz ki, emosional bir mühitdə yaşayırıq və bəli, şərq, bəli, isti. O isə soyuq, quru, obyektiv məntiqi var. O cəmiyyət onu qəbul eləməyəcəkdi və əzəcəkdi onu və tamam fərqli yanlış istiqamətləndirəcəkdi. Mənim bunu bilməyim, onu düzgün sadəcə xarakterimə uyğun yönəltməyimə səbəb oldu. Düzgün ixtisasa yönləndirdin. Bəli, sadəcə onu yönəltdim mən məntiqə, riyaziyyata. Və ilkin etaplarda da çox yaxşı nəticələr oldu. Məsələn, indi 7-ci sinifdədir. 6-cı sinifdə oxuyanda riyaziyyatdan Respublika Olimpiadasına 2-ci yerə çıxdı. Və daha böyük hədəfləri var. Amma gəlin baxaq başqa tərəflərinə. Ədəbiyyat barəsində nə deyir? Deyir 2 nəfər gedib bir-birini sevib, bir-birinə şeir yazıb. Mən onu niyə öyrənməliyəm? Tarix baxımından deyir ki, 2 nəfər pul qazanmaq üçün bir-birinə hücum edib. Mən niyə öyrənməliyəm? Əslində çox rasional yanaşma deyil. Amma cəmiyyətimiz bunu qəbul edir, müəllim bunu qəbul edir. Sizin suala da cavab olaraq, yəni bu imkanlar var da artıq. Yəni valideynlər gəlir burada oyaqlıq yaşasınlar və bu valideynin məsuliyyətidir də bunu aşkar eləməlidir. Bəs valideyn özü aşkar edə bilməsə, onda mütəxəssisə müraciət eləməlidir. Valideynin özünü aşkar eləmək qeyri-mümkündür. Çox çətin məsələdir. Çünki yenə də orada subyektivlik girir ortaya. Yəni valideynin övlada münasibəti, öz ağrıları, öz travmaları, öz təcrübəsi, öz inamı, dəyəri üzərindən deyən həqiqəti yenə də xəritəni yenə də görə bilməyəcək. Bəs bunu da soruşum istəyirəm. Məsələn, tutalım bir valideyn, misal üçün öz övladına xarakterini müəyyənləşdirməyə çalışır ki, gələcəkdə seçəcəyi ixtisasda uğurlu olsun bu. Məsələn, bunu bir mütəxəssis kimi uşağı gətirsin yanınıza. Siz bir görüşdən artıq o xarakteri müəyyən edirsiniz, yoxsa dəfələrlə görüş olur? Yox, bir görüş kifayət eləyir. Bir görüşdən artıq siz dəqiq onun xarakterini müəyyənləşdirirsiniz. Bu da məsələn, valideynlər burada niyə eləyə bilmirlər, yoxsa etməli deyirlər? Burada xeyli təcrübəm var. Övladla danışaram və xarakteri müəyyən edirəm, sonra valideyni çağırıram. Valideynlə danışıram, valideyn yox, bu belə deyil. Siz səhv eləmisiniz. Yox, o bilirsiniz nədir? Belə. Emosional yanaşır bir növ. Mən də deyirəm ki, o bunu sizin üçün oynayır. Və sizin xoşunuz gəlir deyənə bundan. O öz sistemin bağlayır və sizin istədiyinizə oynayırsınız üçün. Siz mənim atam, anam əziyyət çəkir mənim üçün. Bu da dəyər tipidir də. Qoy onlar xoşbəxt olsun. Və o öz təbiət, öz xəritəsini göstərir. Azərbaycan gəncliyinin ən böyük bədbəxtliyidir bəlkə də bu. Və yaxud da o məntiq tipləri olanda isə ümumiyyətlə bağlayır. Məsələn, onsuz da mənə anlamırlar. Bildirmir. Bəli, heç nə bildirmir. Məsələn, valideyn, emosional valideyn də bundan şoka düşür və çox əsəbləşir ki, deyir, mən onu xaricə aparmışam, övladımı, məntiq tipidir. Və gözəl yerlər göstərirəm xaricdə və onun reaksiyası, burada nə var ki, qapıdır da. Bu binadır da. Bunun həqiqəti o cürdür. Yəni o dünyaya yanaşması o üçün maraqlı deyil o. O cür insanların daha çətindir. Mənə elə gəlir ki, məsələn, doğrudan adam fikirləşəndə ki, misal üçün hansısa bir tarixi obyekti görəndə ondan zövq ala bilmirsən filan. O quru insanlara daha çətin olar məncə. Yoxsa yox, quru deyəndə yenə də artıq subyektivlik. O məntiq tipli. Bəli. Məsələn, onları quru adlandırmaq Loru dildə. Bəli. Yox, zaten bu normaldır da. Çünki bu bizim cəmiyyətin dilidir, yəni. Cəmiyyətin dilidir. Amma gəlin dünyaya baxaq. Dünya kompleks bir yer, mürəkkəb bir yerdir. Və bura hər şey lazımdır. Hər bir xüsusiyyət lazımdır. Məsələn, o tiplərin öz funksiyası var. Məsələn, biz sizinlə təbiət baxımından təqribən 50% eynik, yaxınıq yəni. Biz emosional insanlarıq. Və biz obyektiv qərar verə bilmirik. Məsələn, seçim eləyiriksə, mütləq insan amilini nəzərə alırıq. Bəli. Amma biz hadisəni, prosesi itirmiş oluruq. Və bununla da həqiqətin 50%-ni itirmiş oluruq. Doğrudur. Həmin o insanlar da o 50%-i bərpa eləmək üçündür. O 50%-də həmin o insanlar görə bilir. Biz görə bilmirik. Yox, görə bilmirik, bəli. Ona görə də hər bir tipin, hər bir təbiətin, hər bir yaradılışın cəmiyyətdə bir yeri var. Sadəcə bizim egomuz, emosionallığımız, təcrübəmiz, inamımız, dəyərimiz bizə mane olur. Təslim olmağa, qəbul eləməyə. Ki, tamam da bu insan fərqli ola bilər. Bizim axı standartımız var, qəlibimiz var və hamını o qəlibə salırıq. Ona görə də bir növ Azərbaycanda da həmin bir qəlib var bizdə. Emosional qəlib. Bəli. Empatiya, sevgi,
dəstək, bunlar gözəl də, mənəvi tərəf gözəldir. Əladır. Əladır. Amma Bizi geri salır birinə. bəli, məkan vermirik də, məcburi salırıq ora. Bəli, bəli. Tom, mən sənə mən beləyəm. Qəbul etsən məni nə gözəl. Eləməsən də yenə də okey də. Hə. Çox maraqlı mövzudur həqiqətən bu təbiətlə bağlı. Bəli. Bu seçimlər ki dedik, Aha. bu təsir eləyir. İndi gələk əsas bu podkastın kulminasiya mövzusuna da ən mühüm məsələ. Çünki bizim platforma daha çox o şey mövzular Əlbəttə. da, yəni, teologiya mövzuları da daha çox, ateizm və teizm mövzularıdır. Ümumiyyətlə bizim xarakterimiz, bizim həyat yoldaş seçimin bildik, təhsil seçimin bildik, dost seçimin bildik, bunlara təsir eləyir. Bəs bizim ümumiyyətlə inancımıza, yəni bizim həyatdakı bir inancımız var. Məsələn, biri misal üçün Həzrət İsanı, Allahın salamı olsun ona, Tanrı qəbul eləyir. Biri misal üçün Şivanı Tanrı qəbul eləyir. Biri Allahı, İslamın Allahın qəbul eləyir. Biri ümumiyyətlə deyir ki, Allah yoxdur. Biri deyir Allah var, peyğəmbər yoxdur. Müxtəlifdir. Xarakterlərimiz bu seçimlərdə, yəni inanc seçimlərində bir rol oynayır ümumiyyətlə. Bir mənalı şəkildə, mütləq şəkildə rol oynayır. Çünki hər şey oradan başlayır. Amma bu baxışa bir dənə düşünürəm bunu bura işıq salsaq, həm ateist, həm də digər dinlər ümumiyyətlə inanc məsələsi çox aydınlanar. Necə? Təbiətimizin içində proqramlardan biri də yaradana inan proqramıdır. Aha. Bu təbii proqramdır. Yəni bunu inkar etmək qeyri-mümkündür. Bəli. Və hər bir yaradılışın içində bu təbii proqram var. Bir də fitri bir şeydir. Bəli, mütləq şey. Bəli. Və bəs necə olur ki, biri ateist olur, biri xristian olur, biri müsəlman olur? Burada artıq mühit amilləri girir ortaya. Yəni biz içəridən belə deyək, mesaj gəlir ki, inanmalısan, bəli. seçməlisən, yaradan var və o da baxır mühitə. Mühit insanlar biraz tənbəlliyə meyllidir. Bəli. Yəni əslində belə deyil ha. Bu şuuraltı bizi daim komforta sürükləyir. Şuuraltı özü möhtəşəmdir bu tərəfindən ki, bizim üçün ən qısa yolu seçir, ən möhtəşəm, ən sürətli, ən rahat yolu seçir ki, çox enerji itkimiz olmasın da, enerji lazımdır axı bizə. Ha bu məqamda artıq baxır mühit. Valideynlərim məsələn xristiandır. Getdim xristian oldu. Minimal enerji. Bəli, bu bir variantdır. Bu sistem o seçimdirsə, inancı necə seçirik? Bu birinci nöqtədir. Bu da bir növ bizdən asılı. Bütün kainat artıq o minimal enerjidir. Buna köklənib hər şey. Bəli. Kainatda hər şey. Ona görə bu da biraz yəni özümüzdən asılı olan bir şey deyil də. Yəni avtomatik buna fokuslanırıq. Amma bir müddətə qədər, yəni bir yaşa qədər, bir yerə qədər. Necə ki biz bir köynək axtaranda və yaxud da Trendyoldan bir köynək sifariş verəndə mütləq rəylərə baxırıq. Bəli. Mütləq başqalarından, dostlardan baxırıq. Mütləq bir Google-da axtarış veririk. Necə nəticəyə gəlir ki, bu köynək yaxşıdır. Yəni ən adi bir geyinəcəyimizdə bu qədər həssasıqsa, zəhmət olmasa, inanımda da həssas ol. Yəni burada da düşün. Yəni bunu deyə bilmərik ki, tamam da belə oldu, yox. Onda deməli xarakter bir növ bizi tətikləyir Tanrıya inanmaq üçün. Və deyirsiniz ki, böyüdüyümüz mühit artıq bizdə onu bir növ formalaşdırır ki, yəni misal üçün mən fitrətim deyir ki, sən Tanrıya inanmalısan. Mən baxıram ki, misal üçün mənim qəbiləmdə məsələn filan taxtadan Tanrıya inanırlar. Avtomatik mən fokuslanıram ona. Bəs yaxşı, onda bir ateistdir. Burası başa düşüləndi ki, fitri Tanrı var və fokuslayır bizi cəmiyyət, istənilən bir Tanrı obrazına. Bəs bir ateisti o təbiət və ya xarakter hara fokuslayır və ya bizim fitrətimizdə Allah varsa, niyə görə məsələn Elvin Xəlili bunu qəbul eləmir dostum? Buradan da salamlayıram Elvini. Niyə qəbul eləmir məsələn? Mən daha tam fərqli düşünürəm. Çünki bu xarakter məsələsində təcrübə olaraq müəyyən bir nəticəyə gəlmişəm və bu real insanlar üzərindən gələn nəticədir. Yəni Azərbaycan insanı və ya da dünya insanı üzərindən gələn nəticədir. O həmin o ateist zaten bu siqnalları alır. Bir yaşda siqnallarını alır və başlayır yaşamağa. Yəni biz uşaq ateist görə bilmərik.
Bəs də görməmişəm. Yəni bəlkə də siz görmüsüz. Yox, mən. Tamam. Və yaxud da yeniyetmədə də ateistlər az olur. Yeniyetmələrdə də. Baxsaq ateistlər harda yaranır? Artıq bir dərk mərhələsi ki var, oyaqlıq, axtarış məsələsi ki var. Burada da yenə də çox şirin nöqtə nədədir? Xəritə. Xəritəsi ki, mühit, yəni birinci hal, mühit onun xəritəsini dəyişir. Məsələn, bu insan yenə də bunun üzərindən gəlir, sevgi doludur. Sevgi dolu bir insandır, hamını sevir, hamıya kömək edir və insanlar başlayır bunu əzməyə. Əzir, yorulur və qapanır özünə. Və hər bir insanın içində Tanrı axtarışı olduğu kimi bir dənə də his var, bir dənə də meyl var, seçilmək meyli. Diqqət mərkəzində olmaq meyli var. O meyl artıq onda həmin o xəritədə olan digər xüsusiyyətlər, təbiət və bu meyllər də onu dartır ki, sən seçilməlisən. Bu ateizmə yönəlmənin mən düşünürəm ki, ən böyük səbəblərindən biridir. Mən özümdə də müşahidə etmişəm. Bir məqam budur, yəni. Bir məqam buradan gedir ki, mən seçilməliyəm. Necə seçilim? Bu cürlə. İkinci bir məqam deyə bilərəm. Bir də bunlar tamamlıq kompleksi ilə bağlı ola bilər dediniz. Yoxsa bunu tam belə adlandırmayaq. Bilirsiniz, təsdiq axtarışı, yəni təsdiq axtarışı. Yəni bir növ özünü heç bir yerdə təsdiqləyə bilmir və təsdiq axtarır özünə. Gəlir burada ki, məsələn, mən ateist olanda da həmişə özümdə müşahidə edirdim. Mən fikirləşirdim ki, mən axının əksinə gedirəm. Məsələn, axın nədir? Axın İslamdadır, dindədir. Mən axının əksinə gedirəmsə, deməli mən xüsusi bir insanam və artıq mən bir növ o beyin partlayışı, mən həqiqəti tapmışam və səlam. Amma bu doğrudan çox ciddi təsir buraxır bu dediyiniz mütləq şəkildə. Məsələn, bir internetdə bir axtarış aparsaq, dünya ateistlərini və onların təbiətlərini, xarakterlərini, burada çox gözəl bir məqam ortaya çıxır. Məntiqdə və mənəviyyatda xarakteri pikdə olanlar. Məsələn, götürək mənəviyyatda xarakteri pikdə olanlar, bu nə deməkdir? Bu insanlar sərhədsiz xəyal və ideya gücünə sahibdirlər təbiətdən. Təbiətləri belədir. Və onlar da başlayırlar yaşamağa, heç kim onları anlamır. 3, 5, 10 nəfər görürlər ki, yox, bunları anlamırlar. Tamam. Amma içərilərində görürlər, bunlar qeyri-adidirlər. Yəni danışdığı insanlardan, sinif yoldaşlarından, əmisi uşaqlarından, qardaşlarından, bacılarından çox üstündürlər. Yəni zehin olaraq, həyata yanaşmaz olaraq, intellekt olaraq, dünya görüşü olaraq, xəyal olaraq və bunun fonunda artıq başlayırlar bir etiraz yaranır ki, tamam, məni qəbul eləmədiniz. Okay. Təbii ki, qəbul eləyə bilmərsiniz mən, çünki mən fərqliyəm. Fərqliyəm və baxır necə fərqli ola bilərəm. Cəmiyyətdə də azlıq və nə ateizm. Mən ateistəm. Və həmin o insanlar ki, xəyal və ideya dünyası sərhədsizdir, həm dində olsaydılar və yaxud da belə deyək, inanclı olsaydılar da möhtəşəm inanclı olacaqdılar və ateistdilər və möhtəşəm ateistdilər. Niyə görə? Çünki xəyal dünyası onlara o dəlillər verir. Bəli. Səbəblər, məsələn, o həmin o insanlar rahat şəkildə digər dindarları da səhv çıxara bilirlər. Çünki onların vizyonları çox genişdir deyənə. Amma həmin o ateistləri səmimanə şəkildə təbiətlərindən yaxınlaşıb həqiqəti çatdırmaq mümkündür ki, yəni bax bu nöqtəyə. Gözəl də, yəni ora gəlmisən. Məsələn, mən bunu sevirəm həmişə, bunu deyirəm həmişə. Bir adam əks bir yerə gedibsə, bu möhtəşəmdir. Niyə? Çünki bunun gücü, enerjisi var ki, ora gedib. Yəni bu sadə şey deyil. Siz də bu ilə razılaşarsınız. Baxın, bir var ki, bayaqlarda müzakirə edəndə bu söhbət gəldi. Məsələn, adi bir inanclı var. Deyir, hələ mən dinləri araşdırmamışam, siz dediniz bayaq və dinləri araşdırdım, sonra biləcəm. Nəsə belə bir söz ki, yəni müsəlmanam yoxsa yox, ümumiyyətlə inancım var yoxsa yox. Yəni bu nöqtə nəyə qayıdır? Yəni zəif bir insan, mömin, inanclı, bu çətindir. Çünki bir dalğada silkələnəcək. Amma dərin getmiş ateist möhtəşəmdir. Niyə görə? Dərin gedə bilibsə, enerjisi var da deməli. Bəli. Və o dərin enerji ilə də dala da qayıda bilər. Məsələn, 1000 metr dərinə düşübsə ateistlikdə, deməli 1000 metr hündürlüyə də qalxacaq inamda. Yəni Allahı tapmaqda. Bu tərəfə görə bunlar möhtəşəmdir. Amma bir dənə bir şey ki, səmimi və həqiqi olsun.
Yəni süni olmasın və yaxud da kiçik şeylərdən cılız olmasın. Yəni siz özünüz də yəqin ki, tez-tez rast gəlirsiniz də, mən də özüm də rast gəlirəm. O səthi, ucuz ateist deyək də. Yox, onlar yox. Bir o dərinlər var, möhtəşəmdir. Çünki onların qayıdışı da, çünki biri də sizin nümunəniz burada möhtəşəm nümunədir ki, yəni nə qədər ki dərinliyə getmişdiniz, o ateizmdə o dərinliklə də geri qayıtdınız. Yəni o enerji ilə də indi də maşallah. Allah razı olsun, lütf eləyirsiniz. Çox təşəkkür edirəm. Ateist olma səbəblərindən də burada bir şey də var. Onu da deyim mən. Onu bir növ belə deyim də, cəmiyyəti müşahidəni təbii ki mən mütəxəssis deyiləm bu barədə. Nə psixoloq deyiləm, nə xarakter koçu deyiləm. Amma bir növ belə deyim də, bir növ kənardan baxmaq olur da cəmiyyətə, insan çıxışlarından çıxardır. Məsələn, bu da mı xarakter məsələsidir? Misal üçün məsuliyyətdən qaçışma. Bəzən baxmışam, ateistlərin bəzilərində bu cür bu səbəbi hardasa müşahidə eləmək olur. Məsuliyyətdən qaçış. Niyə görə? Din bir növ bizim üzərimizə məsuliyyətlər qoyur. Məsələn, gündəlik rituallar, haramlar, fərzlər, vacibatlar, müstəhəblər məsuliyyət qoyur. Və bir növ bəzən baxıram ki, bəzi insanlar o məsuliyyətdən qaçmaq üçün sanki özlərini inandırırlar ki, Allah yoxdur. Bu da mı xarakter məsələsidir, yoxsa bu tam ayrı bir psixoloji faktordur? Bəzən dostlar biraz qınayır məni bu nöqtədə. Niyə görə deyir, sən hər şeyi xarakterə bağlayırsan. Nöqtə də odur ki, bəli, bağlamaq lazımdır. Niyə? Çünki təbiətimiz də axı, yəni sistemimiz budur da. Özür istəyirəm. Burada da məsələ odur elə. Bəli. Bu da xarakter. Birbaşa bağlıdır. Niyə? Axtarıcı tiplər var. Axtarıcı tiplər dünyaya yanaşmada insan tipi iki cür olur. Axtarıcı və nizamlı. Nizamlı tiplərin sərhəddi var. Planlıdırlar, sərhədlidirlər, qayda qanunu var. Evdə bütün əşyaların yeri var və hər şey də bəllidir. Və bir nəticəyə, mütləq nəticəni görüb hərəkət eləməlidirlər. Nəticəni görür, ondan sonra hərəkətə başlayır. Məhsul biziz. Məsələn, mən özüm nizam tipiyəm. Artıq tərk eləmişəm oranı. Daha bir rahat mühitdə, düşüncədə yaşayıram. Amma axtarıcı tiplər isə onlar seçimləri açıq saxlayırlar. Və son saniyə seçimlərini açıq saxlayırlar ki, bəlkə kimsə gəldi, bəlkə daha fərqli düşüncə gəldi. Ona görə də bizim cəmiyyətdə həm uşaqlar, həm yeniyetmələr, həm böyüklər ki, bu axtarıcı tipidir, onları məsuliyyətsiz damğası vurulur. Cəmiyyət. Məsələn, bir uşaqdır, dağınıqdır, axtarıcı tipdir. Deyir, mənim otağıma dəymədi, bura mənimdir də. Çünki həmin o dağınıq otaq var, o ona yaradıcılıq verir. Yəni oradan qidalanır. Amma disiplinli valideyn də görmür axı onu. Eyni zamanda böyüyür və həyata yenə də təbiət öz rolunu oynayır onda. Ateistdir və yaxud da hələ inancını seçməyib. Niyə görə seçimi açıq saxlayır? Niyə görə? Hələ də məlumat qəbulu var axı. Hələ axtarırıq, tələsmədə inanmaq lazımsa inanacağıq da. Problem nədir ki? Amma belə hələ ki ateist daha uyğun gəlmir, amma açıqdır da gəlsin. Gəlsin. Və onlar da davranışlarında da rahat davranış sərgiləyirlər deyənə cəmiyyət üçün məsuliyyətsiz görsənirlər. Məsələ bu təbiət məsələsidir ki, təsir buraxır. Bəli, axtarıcı tiplərin bir xüsusiyyəti var ki, seçimi açıq qoymaq istəyirlər. Nəticəyə necə gəlirlər bu tiplər? Möhtəşəmdir. Yığır, bir dənə belə təhvil verir ki, nəticə. Yəni xüsusi təmtəraq olmadan, xüsusi bəhbəh olmadan nəticə. Buyur. Amma nizam tipi elə deyil axı. Yəni nizamlı. Məsələn, burada siz də axtarıcı tipsiz yeri gəlmişsən. Axtarıcı tiplər burada çətinlik yaşayırlar. Niyə? Dünyaya baxaq, dünyada kim uğurlu olur? Nizamlılar. Və bütün dünyaya hayqırırlar. Disiplin, kitablar, disiplin. Disiplin başqa bir şeydir. Məsələn, sizin özünüzün də axtarıcı tiplərin daxilində özünün bir nizam var. Bu axtarıcı adın bəzən xaos deyirəm, daha rahat aydınlaşsın, amma bu xaos deyil. Bu xaosun özünün də nizamı var, alqoritmi var. Məsələn, eləmin alqoritmlərdən biri bu. Çünki sizin bir seçim problem çıxanda qarşınıza beyin çoxlu seçim verir. 15 dənə mükəmməlçi insanlarsınız. Və 15 dənə seçim verir. Və şuraltı orada deyir ki, tələsmə. Hələ vaxtın var. Bəlkə 16-cı daha yaxşı oldu. Bəlkə 20-ci, bəlkə 21-ci, deadline-a qədər. Hər şey saxlayırıq deadline-a. Amma burada da çox möhtəşəm, yenə də sistem burada, təbiət burada rol oynayır. Axırıncı 15 saniyə, 1 dəqiqə, 5 dəqiqə var. Orada adrenalin partlaması yaşayırsınız.
Bu təbiətdir. Ona görə də bunu bilim, amma biz təbiətə təslim olmaq da olmaz axı. Artıq təbiətə təslim olsaq, şuurlu fərqindəliyimiz olmayacaq. O da bizi dartdıqca dartacaq. Komforta, neqativə, rahatçılığa. Amma cəmiyyətdə bizim zaten yaşam hədəfimiz odur da, şuurlu fərqindəlik, özünü dərk, yəni özünü idarə. Ona görə də bu idarə olunmalıdır, amma olmağı da pis deyil, yəni möhtəşəmdir. Onda biz belə bir şey deyə bilərikmi ki, çox qısaca əsas mövzuya gələcəm, sadəcə çox qısa fikrinizi bilmək istəyirəm. Ateizm elmi yox, psixologiyadır. Bunu deyə bilərik. Mən hətta çox böyük hərflərlə deyərəm bunu. Psixologiyadır. Bəli. Tamam. Onda əsas suala gəlirəm. Baxın, biz misal üçün mən daha çox fəlsəfə tərəfdən, yəni ümumiyyətlə mən deyəndə bizim platformamız onlara da platforması daha çox fəlsəfi və science elm yönündən hərəkət eləyir, teologiya üzərindən də təbii ki. Və biz illərdir ancaq çalışırıq ki, cəmiyyəti rasional arqumentlərlə, fəlsəfi arqumentlərlə, bir növ belə deyək də, dinəmi meyləndirək, yəni ateizmlə uzaqlaşdıraq. Amma mən baxıram ki, misal üçün dəfələrlə tək mənim yox, ümumiyyətlə debatlar da olur, konfranslar da olur. Amma biz baxırıq ki, məsələn, debatdan heç vaxt fikir ayrılığı ilə ayrılan adam olmur. Məsələn, mən bu günə qədər debat görməmişəm ki, debat bitsin. İki tərəfdən biri desin ki, ya mən İslamı qəbul elədim, ya qardaşım mən ateist oldum. Bu olmur. İndi belə deyim, bir ateisti psixoloji konsultasiyalarla və yaxud buna psixoloji konsultasiya deyə bilmirəm, xarakter şeyindən necə gedir o? Necə istəyirsən? Yəni ümumiyyətlə konsultasiya deyək. Bir ateisti konsultasiya ilə ümumiyyətlə, yəni debatın bacarmadığı, fəlsəfənin və science-ın bacarmadığı şeyi konsultasiya bacara bilərmi? Yəni ateisti bir növ yenidən o öz fitrətinə qaytara bilərmi? Düşünürəm, bəli. Niyə görə? Bu təbiət elə bir şeydir ki, onu inkar etmək qeyri-mümkündür. Söhbət kimdən gedir? Düşünən insandan gedir və dəyişmək istəyən, həqiqət axtaran insandan gedir. Nəinki körtəbii. Yəni bəzilərimiz sadəcə körtəbii şəkildə dirəniş göstərə bilərsə, okey, o zaman danışmağa dəyməz. Amma həqiqətən də həqiqət axtarışında olan insan varsa, bəli, bir mənalı şəkildə. Yəni konsultasiyadan onu dəyişmək. Niyə görə? Çünki bir insanın sistemini, təbiətini biləndə onun xəritəsində hansı yanlışlıqlar baş verə bilər müəyyən etmək mümkündür. Məsələn, belə deyək, tutaq ki, mən sizin tipdə bir insanın hardan gəlib ateist ola biləcəyini bilə bilirəm. Yəni hardan gələ bilər? Sistem hardan təsir göstərə bilər? Hardan dəyişilə bilər? Bu önəmlidir. Bir də deyirsiniz, debatlar niyə effektiv olmur və yaxud da bu təlimlər, bu yanaşmalar, müzakirələr niyə effektiv olmur? Çünki bunun dili ümumi dildir. Bəli. Və bu da səhvdir. Fərdin özünə toxunmur da. Çox sürətli keçmək istəyirəm bu nöqtələri. Bir 3-4 dəqiqə ərzində. Buyurun. Bax, xarakter üzərindən, təbiət üzərindən gedirik. Tamam, təbiətin birinci xüsusiyyəti Carl Jung'un təklif etdiyi təbiətin burada enerji məsələsidir. Enerji daxildə, enerji xaricdə. Tamam. Enerjisi daxildə olan insanlar dünyanı və həqiqəti daxildən anlayırlar. Onlar daxildə həqiqətə çatıb, ondan sonra xaricə çıxmalıdırlar, mühitə çıxmalıdırlar. Amma mən ekstravertəm, mənim enerjim xaricdədir. Mən isə həqiqəti xaricdə tapıram. Mən oturum elm oxuyum, nə qədər elm oxuyum, mən həqiqəti tapa bilmərəm. Mən həqiqəti insanlarda tapıram. Ünsiyyətdə, enerjidə, onların həyatlarında tapıram, oradan gəlirəm həqiqətə. Bu birinci məqam. Yəni ona görə də mən sizə durum, deyim ki, gəlin bir yerdə gedək, baxın insana baxın, hissləri, düşüncələri necə möhtəşəmdir. Bu sizə faydasız olacaq. Niyə görə? Çünki sizin təbiət fərqlidir. Sizin üçün həqiqi dünya daxili dünyadır. Xarici dünya ikinci dünyadır sizin üçün. Siz həqiqətə içəridə varıb sonra gəlirsiniz xaricə. Amma mənim üçün isə xarici dünya həqiqi dünyadır. Ona görə də o dərin fəlsəfi kitabları oxuyub mən heç vaxt həqiqətə gələ bilməzdim və gələ bilmədim də. Oxuyurdum da, amma çox quru gəlirdi mənə. Amma mən həqiqətə hardan gəldim? İnsanlar üzərində. İnsanları təcrübə eləməklə, onların həyat hekayələrini eşitməklə, tamam, nöqtələri bilməklə və öz dominant funksiyam odur axı, hisslər. Hisslərdə dərinliyə getməklə. Yəni xaricdən getdim daxil, amma siz daxildən xaricə çıxırsınız yəni. Bu birinci məqam.
Yəni biz bu cür nə danışsaq, əgər mən sizə xaricdən danışsam, siz mənə blok eləyəcəksiniz. Təşəkkürlər, boş şeydir xaric. Sizin real dünya deyil. Yəni debat da eyni şəkildə. İkinci bir məqam xarakterdə məlumatın alınması. İnsanlar məlumatı iki cür ala bilir. Bir, sensitiv tiplər, sensorlar. Sensorlar real informasiya alanlardır. Yəni sensora bir dənə bunu göstər, onun beynində ancaq bu stəkan canlanacaq. Başqa bir heç nə. Yəni üstünə baxsa da belə, şəkillərinə baxsa da belə, baxsa stəkan, üstündə şəkil olan stəkan. Okay. Amma bir dənə bunun əksi olan bir tip var, intuitivlər. Məna. Məsələn biz ikimiz də məna insanlarıyıq. Biz buna məsələn mən deyirəm öz baxımdan deyim, siz də istəsəz deyə bilərsiniz. Mən buna baxanda beynimdə quyu canlandı. Buna baxdım, beynim getdi quyuya, dərin quyuya. Yəni bizim beynimiz bu cür işləyir. Yəni mənaya meyllidir. Yəni fiziki olaraq alınan informasiya bizim şuuraltına düşənə qədər şuuraltı artıq informasiya özünün mənasını ifraz edir. Çox maraqlıdır. Bəli. İndi təsəvvür edin ki, o biri sensitivlər konkret və realist insanlardır. Biz onlara abstrakt şeylərdən, fəlsəfədən danışsaq, bitirdik onları. Və yaxud da bunun əksi. Yəni bizə əgər konkret şeylərdən danışsalar, məsələn biz intuitiv tipləri, bizə bir dənə dəlil kifayət eləmir. Məsələn bizə desələr ki, bax dəlil 1. Okay, bizdə suallar yaranacaq. 1 cümlənin ortasındadır, əvvəlindədir, axırındadır, bolddur, kursivdir, ağ rəngdədir, qara rəngdədir, 30 dərəcə meyillidir, 40 dərəcə meyillidir, latın biridir, kiril biridir, yunan biridir. Okay? Bu detallar. Bəli. Bu detallar o realist insanları çökdürəcək ki, ilahi, yəni nə? Nə qədər detallara girir bu. Bu kommunikasiyada da, ünsiyyətdə də əgər biz bu cürünə yanaşırıqsa, artıq itirdik. Əgər ateist bu tiplərdən birindədirsə, bu təbiətlərdən birindədirsə və siz sensitiv tipdə olan, sensor tipdə olan ateistdə, fəlsəfəvizi 5 dəqiqədən sonra sizi bağladı beyni. Sadəcə sizə baxır, beyində heç nə qəbul edir. Artıq analiz getmir. Və yaxud da siz sensor tipləri dayaz insan sayırsınız. Ki, niyə belə bəhs etdi? Artıq blokladınız ki, tamam da bu bir səviyyəsindədir. Amma halbuki hər birinin öz üstünlüyü var. Təbii. Və öz zəifliyi var. Məsələn, digər bir məqam, qərar vermə məqamı. Məsələn, məlumatı bu cür toplayırıq dünyadan. Qərar vermə məqamında insanlar məntiqi və emosional olurlar. Rasional və emosional qərar verənlər var təbiətən. Təsəvvür edin ki, bir dənə emosional, məsələn biz ikimiz də emosional tiplərik. Allahı tapmaq bizim üçün asandır. Niyə? Çünki hissləri var axı. Biz faydalı olmağa, tabe olmağa, böyüyə, xidmətə, bu cür nöqtələr var axı qəlbimizdə. Okay? Bunlar bizi rahat apara bilir Allaha. Amma eyni zamanda da xidmət əsnasında bizim əzilməyimiz bizi eyni zamanda uzaqlaşdıra bilir. Rasional tipə gələk. Rasional tip mənə deyir ki, bir dəqiqə dayan, mənə dəlil ver. Allahı sübut elə. Maddi. Yəni görə biləcəyim rəqəmlərlə, alqoritmlə, sistemlə. Burada da artıq problem yaranır axı. Təbii. Məsələn, biz o məntiq tipinə deyə bilmirik ki, 2 + 2 bərabərdir, bəzən 5 eləyə bilir. Rahat ol. O da beyni deyir ki, yoxdur, ancaq 4. Və 4-də qaldığı üçün o 5-i görə bilmir. Və 4-ün kənarında olanları görə bilmir deyənə, artıq bizim verəcəyimiz dəlillər ona kifayət eləmir. Bu da bir məqamdır ki, debat ona görə işləmir ki, yəni biz başqa-başqa dillərdə danışırıq. Və sonuncu məqam, bayaq dediyimiz məqam, dünyaya yanaşmamızda axtarıcısı və planlı tipləri. Tamam, əgər bizim ateist tipimiz nizamlıdırsa, okay, bizim xaotik danışmağımız, geniş danışmağımız və nəticəyə axırda gəlməyimiz onları qane eləməyəcək. Necə nəticəni ver? Birinci nəticəvi de, ondan sonra yol göstər. Sonra təfərrüata girərsən. Birinci nəticəni ver. Deyirsən ki, mən yolla gəlməliyəm axı nəticəyə. O da deyir ki, bağladı sizi. Ona görə də bu yoxdur belə bir şey. Yəni bunda 100% əminəm, çox böyük əminliyim var ki, təbiətən olmayan bir şey mövcud ola bilməz. Ateizm təbiətimizdə yoxdur deyənə. Yəni bu sadəcə qazanılmışlıqdır. Ya bu ağrıdandır, ya travmadandır, ya mühitdəndir, ya tərslikdəndir, ya nəfsdəndir, ya egodan. Yəni bir təsirlər var. Ona görə də həqiqət axtaran bir ateistlə məmnuniyyətlə söhbət etməyə hazırıq. Həqiqət axtarırsa, təbiəti üzərindən ki, təbiəti göstərək ona.
ki, bax bunlardır. Yəni siz bunu edirsiniz, buna görə edirsiniz. Ancaq bunlarla məsələn Bəli. terminologiyada, fəlsəfi terminologiyada iki cür bölgü var təməl. Bir var misyoteizm, bir var ateizm. Okay. Ateizm budur ki, bir insan Tanrını qəbul eləmir. Yəni Bəli. A inkar-edatında Tanrısız. Misyoteizm odur ki, bu insan Tanrıya nifrət eləyir. Əslində kateqoriya olaraq bizim ətrafda gördüyümüz bütün misyoteistləri bizim beynimiz ateist kimi qavrayır avtomatik. Niyə görə? Çünki Tanrını inkar eləyir bu adam. Amma dərinliyə getsə misyoteistdir bu. Hansısa bir travmadan və yaxud nədənsə bu Tanrıya nifrət yaranıb və bu nifrət onu tətikləyir ki, bir növ inkar eləsin Allahı. Burada indi siz deyirsiniz düzəltmək olar. Misyoteistləri də mi düzəltmək mümkündür, yoxsa bunlar daha çətindir misyoteistlərlə işləmək? Burada Çox travmatik insanlarla da. Çox incə məqam nədədir? Və bunu çox sevirəm. Yəni sevdiyim məqamlardan biri budur. Təbiət möhtəşəmdir, yaradılış möhtəşəmdir, nizam möhtəşəmdir və sistem möhtəşəmdir. Və bunun fövqündə də burada zərrə də olsa neqativ yoxdur. Yaradılışda və sistemdə. Və hər bir şey əlavə olduğu üçün, yəni qazanılan olduğu üçün, ateist olsun, teist olsun, yəni burada qətiyyən fərq eləmir. Niyə görə? Çünki mən buradan baxıram, bu pəncərədən baxıram ki, bunun təbiəti möhtəşəmdir. Və nə qazanıbsa, yəni əlavələridir. Yəni özü deyil, həqiqəti deyil. Onun Allaha nifrət eləməyi də, ateist olmağı da və yaxud da nə olur olsun, nə düşüncənin sahibi olursa olsun, bunlar hamısı əlavələrdir. Yəni həqiqət deyil. Bunun həqiqətinə xitab eləmək olar. Bəli. Yəni, həqiqətlə oradadır. Sadəcə bu pərdəliyib, üstünü örtüb. Və oradan niyə görə bir insan Allaha nifrət elədisin ki? Əgər təbiətində inan varsa, dəyər varsa, sevgi varsa, əslində biz diqqət etsək, dolayısıyla o özünə nifrət edir. Yəni həmin o insanlara baxsaq, özünə nifrətdir o. Sadəcə bir adam özünə nifrəti qəbul edə bilmir. Yükləməlidir nəyisə üstünə. Bəli, o tərəfə yüklür. Amma o hardan gəlib, necə gəlib, onu danışsaq, o yolu müəyyən etsək, burdan buna görə gəlmisən, təbiətin bu idi, səni burada anlamadılar, sən burada əslində möhtəşəm idin və sənin burada bu yerə gəlməyin özü belə möhtəşəmdir. Çünki hər adam gələ bilmir. Yəni niyə görə? Çünki çox adam qorxur ateist olmaqdan. Və yaxud da, amma bura gələ bilmirsə möhtəşəm, enerjin var, qəşəng. Amma indi bir dənə də biraz da cəhd elə, zəhmət olmasa, bu enerjini qayıtdala həqiqətə çevir. Həqiqətə çevir. Yəni təsdiq eləmə, belə deyək. Belə. Deməli biz qəbul elədik ki, biz qəbul etdik deyəndə təbii ki, bizim nəzərimizdir ki, İnşallah ki, qəbul elədik. Yəni ateizm psixolojidir və müəyyən bir qrup ateistdən təbii ki, mümkün olmayanları da var. O şey tiplərdən, yəni dirəşən tiplər var. Amma yəni konsultasiya ilə bir insanın, yəni ateist düşüncəsini dəyişmək mümkün olur. Mən elə düşünürəm. Psixoloji olduğuna görə təbii. Bir şey də son olaraq soruşum. Biz ümumiyyətlə təbiətdən ki danışırıq başdan və əsas mövzumuzdan danışdıq, inanc və təbiət. Və son sualda belə verim sizə ki, biz ümumiyyətlə təbiətimizi, hamımızın ki doğuşdan gələn dedik ki, fitrətimiz var, təbiətimiz var. Bunu tamamilə dəyişmək mümkündürmü? Yəni ola bilər də bəzi insanların təbiəti onlara belə deyim də diskomfort yaradır həyatlarında, nəsə problem yaratmış ola bilər. Yəni təbii ki, yanlış istifadə edən. Yəni siz deyirsiniz ki, hamısı möhtəşəmdir, gözəldir. Amma bəzən tutalım ki, məsələn mən özümdən çıxış eləyərəm. Məsələn o dediyiniz kimi də mən rahat insanam. Və hər şeyi o deadline-lara saxlayıram da son o nöqtələrə saxlayan insanam. Və məsələn bu mənim həyatımda bir növ dezavantajlar yaradır. Misal üçün tutalım bu ay 2 kitab tərcümə olmalıdır. Mənim o deadline-larım onu gətirir salır bir kitaba və yaxud kitabın yarısına gətirir, çıxardır. Və ya başqa bir şey məqalə olmalıdır, nəsə olmalıdır və mən gecikirəm. Mütəmadi hər şey gecikirəm. Bunu dəyişmək mümkündürmü təbiətimizi? Yoxsa belə o deyirlər beşikdən qəbrə qədər. Yoxsa belədirmi? Əli əleyhissalamdan belə bir hədis var, deyir. Dünya dağ yerin dəyişsə inanın, amma bir insan xarakterini dəyişir inanmayın. Yəni burada məsələ bilirsiniz nədədir? Məsələ qayıdır yenə də ilkin məqama, tanımağa. Bir meyvənin fərqi var. Yəni sizin könlünüz meyvə istəyir. Tamam? Alma yediniz, hə?
Sonra deyir ki, ayda kaş armud da yeyərdim. Armud yediniz. Sonra deyir ki, ayda kaş apelsin yediniz. Yəni bu kaşlar bitməyəcək. Bəli. Tamam. Təbiət də bu qəbildəndir. Yəni Allah Taala insanın yaradılışında bir dənəsini verib ona ki, bir təbiəti verib ki, yəni siz onsuz da əgər sizin ixtiyarınıza buraxsaq, siz dayanmayacaqsınız. Və bu təsəvvür edin ki, hər dəfə təbiətimizi dəyişmək, dünya dağılar. Yəni təsəvvür edin ki, bir dənə məsələn biz sizi tanıyırıq, siz introvert insansınız. Yəni deyərsiniz gülərsən 1 saat, 2 saat, sonra artıq sakitlik lazımdır sizə. Bərpa üçün mütləq təklik lazımdır. Tamam. Və siz belə edirsiniz. Bir gün gəlirsiniz, 2 saat deyirsiniz ki, siz çıxıb gedirsiniz, yorulursunuz. Bir gün gəlirsiniz, səhərdən axşama kimi deyib gedirsiniz. Və burada bir dənə proses yaranır ki, sizi tanıyan insanlarda bu necə insandır? Və yaxud da bir dəfə ciddi olursunuz, bir dəfə yumşaq olursunuz. Bir dəfə subyektiv yanaşırsınız, empatiya ilə, sevgi ilə, bir dəfə də soyuq yanaşırsınız. Və insanlar bilmir ki, bu kimdir? Və necə münasibət bəsləyir buna? Və burada dağılır da. Yəni təbiətə gətirirəm ki, təbiət dəyişmir. Dəyişmir. Bəli. Amma bizim hədəfimiz, məsələn, bu dünyanın hədəfi nədir? Kamal. Yəni bizim hədəfimiz yaşayırıq, kamala çatmaqdır da. Bizim bu təbiətimizi kamala çatdırmaqdır. Buna görə də birinci proses tanımaqdan keçir. Yəni siz ki deyirsiniz, məndə bu xüsusiyyət var, pisdir. O pis deyil. Sadəcə, onun da avantajları var arada. Önəmli məqam birinci mərhələ tanımaqdır. Axı mən bilməliyəm ki, mənim sistemim necə işləyir? Niyə görə təxirə salıram? Niyə görə tələsirəm? Tamam. Məsələn, mən bilsəm ki, bu mənim sistemim və möhtəşəmdir və bu, məsələn, mən nizam tipiyəm, sizin beyninizin yaratdığı ideyanı, dizaynı, problem həllini, möhtəşəmliyi mən gedib Oxfordda oxusam belə yarada bilmərəm. Bu sizin üstünlüyünüzdür. Tamam. Amma bu üstünlüyü idarə etməyəndə artıq çevrilir problemə. Ona görə də bu suala cavab olaraq deyə bilərəm ki, yəni tanımaq önəmlidir. Və hər kəsə də tövsiyə edirəm ki, yəni özümə də birinci tövsiyə edirəm, özünüzü tanımaqdan qorxmayın. Yəni əzilməkdən qorxmayın, tanımaqdan qorxmayın. Tanıma prosesi biraz narahat edici prosesdir. Niyə görə? Çünki biz uşaqlıqda, yeniyetməlikdə özümüzdən qaçmış oluruq. Yəni təbiətimizdən çıxırıq axı ego. Mən yaranır da. Tutaq ki, mən səmimi idim, deyən görən idim və sonra artıq qaşlarım çatıldı və əsəbi oldum ki, mənə yaxın duran olmasın. Okay, bu ikinci sistem ki var məndə, bu mən deyiləm. Və mənim ora qayıtmaq istəsəm ki, mən təbiətimə qayıdım, təbiətimə qayıdanda oradan mesajlar gəlir ki, yenə istifadə edəcəklər ha səni. Yenə əzəcəklər ha, sən getmə. Ora ağrıdır, narahatlıqdır. Amma bu hörmüçək torudur. Elə 2-3 addım atsanız onun üzərinə, həmin o ağrının üzərinə, narahatlığın üzərinə, təbiətin üzərinə, təbiətə tərəf. Bu dəyişikliyi rahat hiss edəcəksiniz. Ona görə də bu sizdə neqativ xüsusiyyət deyil. Sadəcə sizdə fərqindəlik və idarə etmə yoxdur deyənə bu xüsusiyyəti. Təsəvvür edin, Tomda idarəsiz bir xüsusiyyət necə olar? Hər bir şey idarəsiz nəyə buraxsa o dağıdar da, yəni neqativ olur. Bəli. Amma siz bunu idarə etsəz, bunun yerləri var. Məsələn, siz bundan elə yerlər var ki, orada istifadə etməlisiniz. Problem həll etmədə bəli istifadə etməlisiniz. Okay. Amma bir dənə də nöqtə var ki, məsələn, söz vermişəm. Okay. Söz vermişəm, artıq bunu siz dəyərlə bağlamalısınız. Dəyərlə bağlamalısınız ki, bu mənəvi məsələdir. Yoxsa 2 kitab deyirsiniz, sizin şuuraltı orada bir alqoritm qurub ki, komfort alqoritmi ki, başqa-başqa maraqlı məqamlar verir sizə. Sizi oradan yayındırır. Bəli. Niyə görə? Çünki siz yeniliyi axtarırsınız daim. Yəni bunun artıq dadını bildim də. Kitabı yazıram, kitabın yazmağın dadını bilirəm. Görün başqa təzə dadlar nə var. Amma kitabın yazmağı dadla yox, dəyərlə bağlasaz ki, bu mənim ruzimdir, bu mənim ailəmdir. Mütləq şəkildə əlbəttə. Yəni zaten bu fərdi konsultasiyalarda buna yönəldirik ki, məsələn hər bir sistemin özünün yanaşması var. Məsələn sizi ancaq dəyərə yönəldə bilərik. Siz bir xarakteri, fərqindəliyi yaşamaq istəyirsə, idarə etmək istəyirsə, mütləq dəyərlə bağlayırsınız. O siz o dağınıqlıq var ha, onu bir dəyərə bağlayın. Kiminsə həyatı, ruzi, yəni ailə, söz vermişəm, mənə ehtiyacları var. Bu düzəldir artıq. Mütləq şəkildə. Artıq orada dəyər oradan sıxır ki, həmin o şuur altını. Deyir ki, tələsmə, bir dənə bu kitabı qutara, sonra gedək dəniz qırağına, qəşəng özümüzsün, gəzərik haran istəyirsən. Amma bura ora deyil.
Gözlə bir dənə. Hə. Amma oradakı açıq buraxırıq. Kitab tərcümə eləyirik məsələn. Kitab tərcüməsi, kitab yazmaq prosesində idi. Orada da açıq buraxmışıq deyənə. Həmin o sistemi. Yəni fərqindəliyimiz yoxdur da, rahatlıq özümüz idi də. Ona görə də o deyir ki, tələsmə. Gözlə burada bir dənə gəzim gəlirəm. Bu nümunəni həmişə deyirəm. Bu sizin tipdə olan axtarışçı tiplər, uşaqlar, məktəbli uşaqlar. Məsələn, tarix oxuyur və tarixdə oxuyur ki, Şah İsmayıl Xətai hücuma keçdi. Və həmin anda kitab donur, beynində artıq Şah İsmayıl Xətai ilə hücumdadır. və bir dənə də qılınc alıb Şah İsmayıldan o toplanın zəncirlərini qırır. Deyirsən sağdan keç, mən soldan keçim. Doğru. Yarım saat, 20 dəqiqə orada döyüşür Şah İsmayıl'la, qalib olurlar, bir dənə də 5 vurur orada. Bir mən getdim. Danışırsınız. Və qayıdır həqiqətə. Amma burada idarə etmə mütləq. Yəni Təzədən başlayır kitab oxumağa. Bəli. Amma orada artıq yarım saat gedib artıq. Hə, çox. Bəli. Ona görə də çox yayınır, dağılır. Bəli. Və bu müasir dünyamızın bir nömrəli və ən bahalı bacarığı bax budur. Özünü idarə, self management. Yəni özünü idarə. Bu mütləqdir. Yəni sən təbiəti idarə etməlisən. Sən hisslərvi, istəklərvi şuurlu idarə etməlisən. Onda mən son sualdan bunu başa düşdüm. Biz təbiətimizi dəyişə bilmərik, amma onu yaxşı tərbiyə eləyə bilərik. Mütləq şəkildə. Yəni bunu tərbiyə eləməklə artıq bütün dezavantajları özümüzün avantaja çevirə bilərik. Bunu başa düşdüm. Yəni zaten dezavantaj yoxdur. Sadəcə buraxmışıq deyənə. Xaotik buraxmışıq. Yəni fərqində deyilik. Nəfs, ego idarə etmirik deyənə. Şuuraltı idarə edir də biz üçün. Şuuraltı da baxır ki, rahatı nədir? Rahatı öz təbii beynimdə olmaqdır. Getdik. Çox güc verməz bə. Bunlar da ciddi problemlər. Fərid bəy, mən çox təşəkkür edirəm sizə. Həqiqətən o qədər maraqlı oldu mənim üçün də və inanıram ki, izləyicilərimiz üçün də maraqlı olacaq. Bu mövzu düşünürəm ki, Azərbaycanda çox az işlənmiş mövzudur və mən çox şad oldum ki, bu mövzunun elə ilkin mərhələlərin birində bizim platformamızda həyata keçirdik və olduqca doğrudan maraqlı oldu mənim üçün. Buradan dəyərli Ustad Bəhruz Zamal da təşəkkür edirəm ki, bizi tanış elədi və bu cür gözəl podkastda səbəb oldu bir növ və sizə də çox dərin minnətdarlığımı bildirirəm. Həqiqətən öz dəyərli vaxtınızdan aldınız və bizim layihəmizə qoşuldunuz və bu qədər dəyərli bilgiləri bizlə bölüşdünüz. Çox təşəkkür edirəm sizə, minnətdaram. Sizin də bir fikriniz varsa deyə bilərsiniz. Sadəcə mən də təşəkkür etmək istəyirəm. Yəni dəvət üçün və gözəl həmsöhbət olduğunuz üçün çox xoş oldu. Mən də zövq aldım. Minnətdaram, çox sağ olun. Təşəkkürlər. Əziz dostlar, bugünkü qonağımız xarakter koçu Fərid Seyfullayev idi və bu gün inanclar və xarakter haqqında danışdıq. İnanıram ki, sizlər üçün də maraqlı və maarifləndirici bir mövzu oldu.